İkinci Qarabağ müharibəsi zamanı nə qədər bizə təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Prezident İlham Əliyevin Zəngilan'da sakinlərlə görüş zamanı səsləndirdiyi bu fikirlər bir daha açıb göstərdi ki, tarixi zəfər heç də asan əldə edilməyib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına gedən yolda ölkəmiz müəyyən siyasi dairələr tərəfindən təzyiqlərə məruz qalıb. Haqsızlıqlarla, ikili standartlarla, maneələrlə üzləşib. Təəssüflə qeyd etmək lazımdır ki, münaqişənin həlli məqsədi ilə ATƏT-in nəzdində yaradılan Minsk qrupu bu sırada birinci yerdə dayanır. İşğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymayan, mahiyyətinə uyğun fəaliyyət göstərməyən Minsk qrupu sadəcə olaraq uzun illər regionda status quo-nu saxlamaq üçün bir alət rolunu oynayırdı. Onlar münaqişənin hərbi həllinin olmadığını iddia edərək Azərbaycanı güzəştə getməyə, təslimçi sülhə razılaşdırmağa çalışırdılar. Həmsədrlərin fəaliyyətləri regiona turist səfərləri ilə yekunlaşırdı. 1997-ci ildən ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə şəxsi nümayəndəsi Andrey Kaspişka gəldikdə isə onun üçün bu vəzifəyə yaxşı maaş gəlir mənbəyi idi. Ekspertlərin fikrincə elə bu səbəbdən də keçmiş münaqişənin həlli onun da maraqlarına cavab vermirdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb edilirdi. Buna baxmayaraq vasitəçilər illərlə tərəflər, münaqişə tərəfləri kimi ümumi ifadələrdən istifadə etməklə işğal faktını təhrif etməyə çalışırdılar. Bu yanaşma Azərbaycanda haqlı olaraq ikili standartlar olaraq qəbul edilirdi. Çünki dünyanın müxtəlif bölgələrində ərazilərin işğalına münasibətdə sərt mövqe nümayiş etdirən bəzi dövlətlər Qarabağ məsələsində beynəlxalq hüququn açıq şəkildə pozulmasına qarşı eyni prinsipiallığı göstərmirdilər. Dünya təcrübəsində müxtəlif ölkələrə qarşı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin dərhal və tam icrasına dair kifayət qədər fakt və nümunələr olsa da, Ermənistanın təcavüzkar siyasətini davam etdirməsinə, məlum qətnamələri yerinə yetirməməsinə görə bu ölkəyə qarşı sanksiya tətbiq edilmədi. Azərbaycan uzun illər selektiv yanaşmayla, ikili standartlarla üz-üzə qaldı. Daha çox turizm diplomatiyası ilə məşğul olan bu qrup dünyanın ən ümdə təhlükəsizlik sistemində BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan və nüvə ölkələri sayılan ABŞ, Rusiya və Fransadan ibarət idi. Bu qrup, ATƏT-in Minsk qrupu həmsədrlik institutu, dünyada mövcud olan siyasi çəkilərinə, gücünə görə öz qəbul etdikləri qətnaməni icra etmək qabiliyyətində deyildilər. Bunların qabağında güclü iradə göstərmək, bunların qabağında demək ki, öldü var, döndü yoxdur. Biz yolumuzdan dönməyəcəyik, əlbəttə ki, böyük iradə tələb edirdi və yenə də 93-cü ildəki kimi xalqın dəstəyi lazım idi. O dəstək var idi və bütün xalqımız bir yumruq kimi birləşmişdi. O mənə güc verirdi və işin sonuna qədər, Şuşanın azad olunmasına qədər biz dayanmaq fikrində deyilik. Bizi heç nə dayandıra bilmədi. 2020-ci ildə 2-ci Qarabağ müharibəsi və 2023-cü il antiterror əməliyyatları ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi. Hərbi siyasi yolla münaqişənin mövcudluğuna son qoydu, öz gücü hesabına. 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan dəfələrlə bu mexanizmin yararsız olduğunu və artıq onun fəaliyyətinə ehtiyac olmadığını bəyan etdi. Münaqişənin bitməsi artıq faktiki olaraq ATƏT-in Minsk qrupunun ləğvi anlamına gəlsə də, müəyyən siyasi dairələr bu ölü qurumu dəfələrlə diriltməyə cəhd göstərdilər. Amma rəsmi Bakı bu qurumu tarixin arxivinə göndərməyi bacardı. Azərbaycan və Ermənistanın rəsmi müraciəti ilə Minsk qrupu və onunla əlaqəli strukturların fəaliyyətinə xitam verildi. Bu qurum tarixdə diplomatik uğursuzluq, riyakarlıq, ikili standartlar nümunəsi kimi iz qoydu.